Bismillahirrahmanirrahim. O bir olan Allah'ın rahmetine yakınlaşmağımızdan ötürü biz insanlara, biz Müslümanlara ilk növbədə Allah'ın bizlərə vacib buyurduğu əməllərə əhmiyyət verməliyik. Sonra imkanımız qədər müstəbbi əməlləri də yerinə yetirsək, nə gözəl. Əfsuslar olsun ki, çoxlarımız vacibi əməllərə əhmiyyət verməyib, müstəbbi əməlləri yerinə yetirirlər və müstəbbi əməlləri yerinə yetirməklə o böyük yaradanın rəhmətinə yaxınlaşmaq istəyirlər. Vacibi əməllərə əhmiyyət vermək barəsində Əli əleyhissalam buyurmuşdur. Müstəbbi əməllər vacibata zarar yetirəndə onların vasitəsilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil. Ne deməkdir bu? Bu o deməkdir ki, vacibi əməllərin yerinə yetirilməsində səhlənkarlıq edən kəs itaatsizlik edib və buna görə cəzalandırılacaqdır. İtaatsizlik edən kəs əslində Allah'a yaxınlaşmayıb. Çünki yaxınlaşmaq itaatsizliklə bir araya sığmır. Allah həmd eləyə İzzət Cəlalına bizləri ilk növbədə vacib buyurduğu əməlləri yerinə yetirənlərdən, sonra da imkanı çatan qədər müstəbbi əməllərini də yerinə yetirənlərdən qərar versin inşallah.